Əbu Bakr radiyallahu anhu buyurur ki, sizlərə Allahdan qorxmağı tövsiyə edirəm və həmçinin də sənaya təriflənməyə layiq olan Allahı tərifləməyi sizlərə əmr edirəm və həmçinin də ibadətinizdə ümid ilə qorxunun arasında olun, ümid ilə qorxunu bir-birində cəm edin. Duanızda isə həmişə israrlı olun. Və bu barədə Allah Azze və Cəllə Zəkəriyyə Peyğəmbər onun əhli barəsində buyurur ki, İnnəhum kənu yusari'una fil xayrat və yəd'unana rəğəbən və rəhəbə. Zəkəriyyə və onun əhli daimən xeyir işlərdə tələsənlər idilər və Allaha ümid və qorxu ilə ibadət edirdilər. Və kənu lənə xaşi'in və həmçinin onlar Allaha müti olan kəslərdən idilər. Həqiqətən də siz sabahlayırsınız. Hər sabahladıqda əcələ doğru gedirsiniz. Və əcəliniz də sizdən gizlidir. Heç kim əcəlini bilmir. Həqiqətən də bəzi insanlar vardır ki, onlar əcəllərini başqalarına buraxdılar və öz əcəllərinə maraqlanmayıb nəfslərini unutdular. Və mən sizləri onlar kimi olmaqdan çəkindirirəm. Həqiqətən də sizin arxanızda ölüm mələyi gəlir. Ölüm mələyi sizin arxanızdadır. Ömər ibn Xattab radiyallahu anhu buyurur ki, Həsibu anfusakum qablə ən tuhəsəbu. Hesaba çəkilməmişdən qabaq nəfslərinizi hesaba çəkin. Və əməl tərəziyə qoyulmamışdan qabaq özünüzü tərəziyə qoyun və yaxud da nəfslərinizi tərəziyə qoyun. Və o əzəmətli gün üçün azqə toplayın. Hansı ki, o gün sizlərə hər bir şey ərz olunacaq və o gün heç bir şey sizdən gizli qalmayacaq. Osman radiyallahu anh xutbəsində buyurur ki, ey adam övladı, bil ki, həqiqətən də ölüm mələyi sənin arxandadır və sənin arxanca gəlir və səni tərk eləmir. Və o zaman sən hazırlıqlı ol. Bil ki, o sənə gələcək və o səndən ölüm mələyi səndən qafil deyil, xəbərsiz deyil. Ey Adəm övladı, bil ki, sən əgər öz nəfsindən xəbərsiz qalsan, öz nəfsini imtihana çəkməsən və öz nəfsin üçün azıqa toplamasan, bil ki, heç kəs bunu sənin üçün edən deyil. Heç kəs sənin yervə o gün üçün hazırlıq azıqa toplayan deyil. Və Allah ilə görüş də labüddür. Və Allah ilə mütləq görüşəcəksən. O zaman nəfsini ələ al, nəfsin üçün hazırlıq gör və nəfsini başqalarına buraxma. Demək ki, kimlərsə mənim yerimə o gün cavab verəcəklər. Və həmçinin Osman radiyallahu anhu son xutbəsində cəmaata buyurur ki, Allah Azze və Cəllə dünyanı sizə verib ki, siz o dünya ilə axirəti tələb edəsiniz deyənə, o dünya ilə axirətə nail olasınız deyənə. Allah Azze və Cəllə dünyanı sizə verməm ki, dünyaya tamamilə meyl edəsiniz. Və doğrudan da dünya fani, tükənən, axirət isə qalanlı, daha qalıcıdır. Və bu fani olan sizi aldatmasın. Fani olan sizi bəqi olandan, əbədi qalandan məşğul eləməsin. Bilin ki, doğrudan da qayıdış, gediş ancaq Allahadır. Ona görə Allahdan qorxma. Bilin ki, təqva, Allahdan qorxu insanın bütün problemlərdən xilasıdır. Bütün çətinliklərdən qurtuluşudur. Və insanın Allahdan qorxması Allah yanında dərəcələrə nail olmağıdır. Və sonra isə buyurur ki, radiyallahu anhu, cəmaat ilə bir yerdə olun və həmçində qruplara, dəstlərə bölünməyin. Və sonra isə Allahın bu ayəsini oxuyur, məşhur ayət-i kərimə وَاَعْتَصِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا Allahın ipindən hamılıqla yapışın və parçalanmayın. وَاذْكُرُوا نِعْمَةَ اللّٰهِ عَلَيْكُمْ اِذْ كُنْتُمْ اَعْدَاءً Allahın sizə olan neymətini xatırlayın ki, siz bir zamanlar düşmən idiniz. فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُمْ بِنِعْمَةِ إِخْوَانًا Sizin qəlblərinizi birləşdirdi və siz onun neməti sayəsində qardaş oldunuz. وَكُنْتُمْ عَلَى شَفَى حُفْرَةٍ مِنَ النَّارِ Siz bir uçurumun kənarındaydınız, hansı ki o uçurumun aşağısında bir alov var idi. فَأَنْقَذَكُمْ مِنْهَا Allah sizi oradan xilas elədi. كَذَلِكَ يُبَيِّنُ اللّٰهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ Allah beləliklə sizə ayələrini aydınladır ki, bəlkə siz hidayətə yönələsiniz. وَلْتَكُمْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ Qoy sizin içərinizdən xeyrə çağıran və həmçinin də yaxşılığı əmr edən, pislikdən çəkindirən insanlar olsun. Və ulaikə humul muflihun. Doğrudan onlar nizata çatan insanlardır.
Və sonda isə Əli radiyallahu anhu 4-cü sahabə, Raşidi xəlifələrindən olan Əli radiyallahu anhu bir gün Kufədə insanlara xütbə verərkən deyir ki, ey insanlar, həqiqətən də sizin üçün ən qorxduğum şey, həqiqətən də sizlər üçün ən qorxduğum şey arzu və istəklərə çox bağlanmağınızdır. Və həmçinin ən çox qorxduğum şey havanıza uymaqdır. Doğrudan insanın, bu buyurur ki, radiyallahu anhu, insanın daima arzularda olması insanı ahirəti unutturur. Doğrudan da belədir, insan artıq nə qədər arzuları çox olarsa, təsəvvür ki, hətta arzuları onun qədərini belə keçir. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bir hədisində kvadrat çəkir və sonra isə o kvadratın içərisindən bir xətt çəkir və sonra isə kvadratın üstündən də başqa bir xətti çəkir. Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, kvadratın içərisində olan xətt insanın əcəlidir. Kvadratın üzərində olan xətt isə insanın arzularıdır, istəkləridir. Bitib tükənmək bilmir. İnsan daima deyir, filan şey olsun edəcəyəm, filan şey əldə edeyim, başlayacağam və s. və axır. Artıq görürsən ki, bu kimi şeylər insanı bəzən görürsən ki, ibadətdən, itaətdən uzaq salır, bəzən də insana axirəti unutturur. Ona görə radiyallahu anh buyurur ki, o uzun arzular, o uzun istəklər insana axirəti və havaya uymaq isə, nəfsə uymaq isə insanı haqdan azdırır. Və sonra isə buyurur ki, radiyallahu anhu, bilin ki, dünya arxada qaldı, dünya artıq geridədir, lakin axirət isə öndədir, gəlir. Və ikisinin övladları var. Və siz axirətin övladları olun, dünyanın övladları olmayın. Həqiqətən də bu gün əməl var, lakin hesab yoxdur, lakin sabah hesab olacaq, əməl olmayacaq. O gün gəlməmişdən qabaq insan həm əməl işləsin, həm özünün hesaba çəksin və bilsin ki, artıq sabah hesab olacaq, etdiklərinə görə hesaba çəkiləcək, artıq əməl etməyəsə o gün mümkün olmayacaq, o gün artıq onca gec olacaq. Mömin daima bu tövsiyələri öz nəfsinə etməli, nəfsinə xeyir istəyən, xoşbəxtlik istəyən insan öz nəfsini həmişə mübarizə aparmalı və bilməlidir ki, nə vaxtsa Allahın qarşısına duracaq və ağıllı insan o insandır ki, ölümündən sonra olan həyatı üçün azıqa görən insandır. Lakin aciz insan o insandır ki, nəfsinə tabi olub, daima ümidə bu kimi şeylərə arxayın olan insandır.